Otto Warburg 8 oktyabr 1883-cü ildə Almaniyada məşhur fizik Emil Warburgun ailəsində doğulmuşdu. 1906-cı ildə 23 yaşı olarkən Berlində kimya sahəsində dissertasiya müdafiə edən Otto 1908-1914-cü illərdə Neapolda dəniz bioloji stansiyasında çalışmışdı. Birinci Dünya müharibəsi dövründə süvari polkunda xidmət etmiş, hətta Dəmirxaç ordeninə layiq görülmüşdü. Müharibənin sonuna doğru atasının dostu olan Albert Einstein Ottoya məktub yazaraq ordunu tərk etməsini və elmə dönməsini xahiş etdi. Belə bir istedadı itirmək dünya elmi üçün faciə olardı. Müharibədən döndükdən sonra Otto Warburg hüceyrədəki biokimyəvi prosesləri, fotosintez, hüceyrə tənəffüsü, qıcqırma kimi hadisələri araşdırmışdı. 1931-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı tənəffüs fermenti olan sitaxrom oksidazanı kəşf etdiyinə görə Otto Warburga verildi.